Hər bir halda fürsət düşdükcə qardaş, ən azı bir ildə bir 2-3 dəfə ümrə eləmək. Faydası çoxdur. Pul varsa, imkan varsa, vaxt varsa, Son səfər 2 dəfə 6 aydan beri. hələ ən azı bir 2 dəfə eləyək day sənsən də, ən azı 2 dəfə eləmək. Deyir salam ki. Ayda bir 2 dəfə, ayda elə. Ayda bir 2 dəfə eləmək mühümdür yəni, hə. Belə deyək də, hər fəsildə eləsən əladır. 4 dəfə qışda, yayda, yaz, payız belə. Əlhamdülillah, yəni faydası çoxdur da. Yəni insan doğrudan insana motivasiya gəlir, aktivlik gəlir, yenilənirsən, malın mülkündə də bunu hiss edirsən, özündə də hiss edirsən. Görürsən, həcc ümrədən sonra insan bir müddət necə olur, ibadət aktiv olur. Ramazanda da elədir, düzdürmü qardaş? Yəni belə deyək də, Ramazanı yaxşı keçirmisənsə, Ramazandan sıra sözü sən sönən deyilsən. Hələ də aktivlik qalıb, sən ki, atayım namaza, gedim dərsə, gedim bir açı nəsə oxuyum, bir Quran oxuyum. Hətta özünün asıl deyil, lap şəval tutmusan ha, misal üçün də. Səhər durursan, ağzı burnu ehtiyat yürürsən ki, birdən burnuma su. Sən şeydə mən oruç deyirəm baxın. Adət eləmsən bir ay boyunca subhanallah. Və açıb Quran oxumasan ki, mən oxuyum namazda, qoy bir dənə Quran oxuyum. Quransız günüm keçməsin də, hədər olmasın. Və başqa namaz, sən ki, qalxım qiyam-ül leyl qılım, arvad da qaldırırsan ki, durmursan namaza, qiyam-ül leyl. Bitir qılaq etsin, 3 rükət, bir rükət məsələndə nə qədər bacarsın. Niyə? Çünki o qədər bir ay müddət eləmsən ki, adət eləmsən də, insan belədir. İnsan bir uzun müddət bir şey eləsə, qardaş, doğrudan eləyibsə, yaxşı eləyibsə, qardaş, yəni belə də qeyri-mümkündür ki, o ibadətdən sonra bu sırası sönsün də, belə şey nadir halda olur. Başa düşün, salih insanlarda sırası birdən zəifləmir ki o. İndi pasivi salihə də gəlir də, bir müddət həmişə aktiv ola bilməzsən, sən yəni, biz o deyilik də, Peyğəmbər deyilik. Sənə bir pasivlik gələcək, onda da nə edirsən? Sırada ya səfər edirsən, ya ümrəyə gedirsən, bir dənə ayrılımda bu ab-havadan, bu atmosferdən çıxın. Haycan, öyle də məsələn bu həyat təcrübələrlə ibarətdir də. Deyir kim dedi, təcrübədən keçirməyən deyir, bunu bilməz. Təcrübədən keçirdirsən, doğrudan da elədir də. Risk biraz gördün, beyin başı vəziyyət çıxdın aradan, getdin ümrəyə. Nə bilim, getdin 5-6 qardaş gedib səfər eləyək. İsmailiyyə məsəl üçün.